Samirə sahib. Kəlağayı bir qadının başına yox, ürəyinə bağladığı ipəkdir. Ətri ilə, naxışı ilə, rəngi ilə illərin, nənələrin, anaların izini daşıyan baş örtüsüdür. O, sadəcə bir parçadır demək kəlağayıya haqsızlıqdır. Çünki kəlağayı yaddaşdır. Naxçıvanın küləyi, Şəkinin ipək nəfəsi, Qobustanın torpaq rəngi onun hər ilməsində yaşayır. Onu toxuyan qadınların duası, toxunarkən döyülən hər ilmənin içində bir ömür yatır. Kəlağayı həm zərifdir, həm güclü. Necə ki, Azərbaycan qadını. Bir qadın kəlağayını çiyninə alanda sadəcə başını örtmür. Özünün içindəki nəzakəti, müdrikliyi, həyanı və milli kökünü geyinir. Kəlağayının rəngləri də danışır. Qırmızısı sevginin odunu, göyü səmaların paklığını, yaşılı təbiətin nəfəsini, ağısa ananın dua dolu sükutunu xatırladır. Hər kəs kəlağayıya toxunanda ipəyin yumşaqlığını hiss edir, amma onun əsrlərlə daşıdığı qüruru, kökü və tarixi yalnız qəlb hiss edir. Çünki kəlağayı bir millətin qadınına bəxş etdiyi ən zərif mirasdır. Toyda gəlinin başına kəlağayı salınanda bu sadəcə bir adət deyil. Bu, sən artıq bir ocağın nurusan mesajıdır. Nənənin gəlinə etdiyi ən səmimi duasıdır. Ana nəfəsinin ipəyə çevrilmiş halıdır. Kəlağayı həm dünən, həm bugün, həm də sabahdır. Zaman keçsə də ipək solmur, dəyərlər dəyişsə də kəlağayının ətri dəyişmir. O, Azərbaycan qadınının həm nazının, həm adının, həm də namusunun zərif simvoludur. Bir kəlağayıya baxanda sanki bütün ipək tellər pıçıldayır. Burada bir xalqın gözəlliyi, bir ana nəsihəti, bir nənə duası yaşayır. Beləliklə, kəlağayı sadəcə baş örtüyü deyil, o, Azərbaycan qadınının ən zərif poeziyasıdır. Kəlağayı, zərif, incə naxışları, nə gözəlsən kəlağayı, keçmişlərdən bizə gələn ən əzəlsən kəlağayı. Al əlvansan, rəngarəngsən, musiqiyə həmahəngsən, qəşənglərdən sən qəşəngsən, çox özəlsən kəlağayı. Təbə gəlib neçə şair, sənə yazıb bir çox şeir. Samirə də belə deyir, sən qəzəlsən kəlağayı. Oxudu Kəmalə Zeynalzadə.